Bugün Ülker müəllimin ofisinə gəlmişik, görək o nə edir. Oo, salam Ülker müəllim. Neyinirsiniz? Salam İlker müəllim, necəsiz? Yaxşıyam, sağ olun, var olasınız. Neyinirsiniz bugün? Bugün buraxış imtahana düşən sualları inceləyirəm. Bizim kitablardan düşür. Bizim kitablardan? Bəli, bəli. Bizim kitabımıza baxmaq istəyirsinizsə, bəli, birində imzalı şəkildə elə sizə verərik. Elə sizə verərik. Bağışlayın. Biraz yanlışlıq oldu. Birini imzalı şəkildə sizə verərəm inşallah. Biz bu kitabın adını 25-25 koyma səbəbimiz, bütün şagirdlərimiz yüz yazmaq ümidi ilə bu kitablardan tam şəkildə işləsələr, inanıram ki, yüz yazacaqlar. Bəli. Bu kitabları işləməklə siz 25'e 25 nəticə göstərəcəksiniz. Bunlar imtahana düşən bugün. Bu da bizim kitabda olan çoxluqlar. Ay Ülker, bu birə-bir deyil axı. Burada A çoxluğu deyir, amma burada A çıx B deyir. Oyda. Bu 4, 6, bu da 6, 4. Olsun, eybi yoxdur. Sonra növbəti sual. Bu imtahana düşən sual. Buradan yəqin 500 x-ləri çıxardırıq mötəzə xaricinə, deyilmi? Bəli. Burada da yəqin 500 x-ləri çıxardırıq mötəzə xaricinə. Bəli. Eynisi bu imtahana düşən familya sualı. Bu da bizim kitabda olan sual. Yəni bizim kitabı işləmənə siz 25 dənə sual 25'ində yaza bilərsiniz. Baxın, kitabımızın da adı var. Nəşriyyatın. Növbəti sualı göstər, amma oxşar sualı göstər. Xahiş edirəm birə-bir olmasın. Bəli. Baxın suala, oxşar sualımızdır bu. İmtahanda düşən və oxşarı bizim kitabda. Növbəti sualı təqdim elə. 71-ci sual. Diaqnallarının sayı 9 olan qabarıq çox uzaqlan tərəflərinin sayını tapın. Kitabımızda isə 32. Sual təqdim elə. Aha. İmtahana düşən ehtimal sualı, digər müəllimlərin də dediyi kimi ehtimal sualı və bizim kitabda olan ehtimal sualı. Ay Ülker müəllimə 100 dəfə demişəm ki, dəqiq bax sonra denəndə. Burada ehtimal sual deyil axı bu. Vay, ay səhv dedim. Həmişə deyirəm ki, efirə çıxırsan, düzgün danış sonra çıx. Nə bilim, gördüm elə paylaşıblar, mən də elə dedim. Olsun.